Ələt-Astara magistral yolunun yenidən qurulması işləri davam etdirilir. Artıq bir aydan çoxdur ki, burada iş prosesi gedir. Qeyd etmək istəyirəm ki, hazırda Lənkəranın Liman qəsəbəsi ərazisindəyik. Burada Viravul çayı üzərində qəzalı körpü sökülərək yerində yeni körpü inşa edilib. 193-cü kilometrlikdə yerləşir və bu körpüdə A1 və A2 dayaqlarından dəmir beton divar və qanad hazır vəziyyətə gətirilib. Geri dolğu işləri isə bu ərazidə artıq bitib. Burada hal-hazırda 14 ədəd 36 metrlik tir quraşdırılıb, özünüzdə görürsünüz görüntülərdə və hazırda döşəmənin betonlanması üçün quraşdırma işləri aparılır və qeyd edeyim ki, bugünə qədər 6 texnika, 20 canlı qüvvə hal-hazırda iş prosesindədir və qeyd edim ki, işin belə deyək də bütöv əsas özəyi bitib. Hal-hazırda da döşəmə vurulduqdan sonra digər iş prosesləri davam edəcək. Hazırda bu iş prosesi burada qəzalı körpünün sökülüb bugünə qədər gedən iş prosesinə digər alternativ yol çəkildiyinə görə hər hansı bir maneə yoxdur. Nəqliyyat davamlı olaraq hərəkət edir və mən sizlərə hal-hazırda Lənkəranın Liman qəsəbəsində olan sökülmüş körpünün yenidən qurulan ərazisindən canlı bağlantıya qoşuldum. İndi isə sözü sizə studiyaya ötürürəm.